yeni antibiotik kəşf edilib. Tədqiqatçılar torpaq nümunəsində mikroblara qarşı mübarizə aparmağa kömək edə biləcək yeni molekul aşkar edib. Onlar dərmana davamlı bakteriyaları müalicə edə biləcək yeni antibiotik sinifi kəşf etdiklərini bildirib. Lariosidin adlı yeni molekul bakteriya hüceyrələrinin ribosom adlanan bir hissəsini hədəfə alaraq işləyir və hüceyrənin funksiyalarını poza bilər. Kanadadakı McMaster Universitetinin professoru və tədqiqatın müvafiq müəlliflərindən biri Gary Wright bu yeni molekul tibb sahəsi üçün böyük bir sıçrayışdır deyib. Tədqiqatın nəticələri Nature jurnalında dərc edilib. Madriddə yerləşən Ramon Y. Cajal mikrobiologiya şöbəsinin müdiri Rafael Canton bizim köhnə dərmanlarımız getdikcə təsirini itirir, çünki bakteriyalar onlara qarşı daha davamlı olmağı öyrənib. Lariosidin həm qram müsbət, həm də qram mənfi bakteriyalara, antimikroblara qarşı təsirli olduğu üçün geniş fəaliyyət spektrinə malikdir deyə bildirib.